Gerçəkdir. Aha, indi Çox sağ ol. Lahimətin. Məmməd olduğum səmimi müzəkkir. Səhər ertəsi mən Fərizə ilə yolla gedirdik. Birinci dərs Arif müəllimənin dərsi idi. Birinci dərs elmi fantastik əsərlər dərsini keçmişdik. Çox maraqlı dərs idi. Tənəffüsdə Fərizə ilə gedəndə yad planetindən uçan başqasını gördü. O zaman zəng vuruldu. İkinci dərsdə Aliyə müəllimənin dərsi idi. Riyaziyyatda dərs keçəndə Zülfü ayağa durub dedi: "Mən tənəffüsdə uçan başqas gördüm." Və Ayaz da onunla dedi: "Mən və Fərizə ayağa qalxıb bir də müəllimə həqiqəti Müəllimə buna inanmadı. Dərsimizi elədikdən sonra tənəffüs oldu. Fərizə ilə gedəndə Fərizənin müəlliməyə sözü oldu. Mən onu gözlədim, ağaclarının dalında əfrəndiyəsin, başı böyük. Mənim ağlıma gəldi ki, bu yaşlanırsıdır. Mən Fərizənin yanına gedib həqiqəti danışdım. Fərizə deyək gördü ki, yoxdur və mənim sözlərimə inanmadım. Sabahsı gün Fərizə ilə gedəndə yaşlanırsı bizim qarşımıza çıxdı. O bizlə danışmaq istədi, amma biz onun dilinə başa düşmədik. O bizi öz kosmik gəmisini göstərdi. Sonra isə o getdi. Biz onunla sağollaşdıq. O öz planetinə getdi. Əla, əla. Afərin, afərin. Çox gözəl. Zülfü də yazmayın. Zülfü özünə səs verir. Zülfüdən yazıcı olmaz, başa düşürük ki. Hə, Zülfü? Aha, yaxşı.